Niyə telefonla çox məşğul olmaq bizdə boyun və baş ağrıları yaradır? Qeyd edim ki, telefonla baş aşağı olaraq məşğul olar zaman bizdə onurğada balans pozğunluğu müşahidə olunur. Yəni ağırlıq mərkəzinin dəyişməsi müşahidə olunur. Ortalama başın ağırlığı 4-5 kiloqram arasında dəyişirsə, hesablasaq baş aşağıya doğru 15 dərəcə əyilərsə, təqribən boyuna 12 kiloqramlıq bir yük minir. Əgər 45 dərəcə əyilərsə 20 kiloqramlıq, 60 dərəcədə daha çox əyilərkən bir onurğanın apex nöqtəsinə, yəni tam ortasına 25 kiloqramdan 5 dəfə artıq yüklənmə müşahidə olunur. Uzun müddət davam edilərsə, həmin yük onurğanın üzərinə düşür. Yəni skelet və sümük toxumasının üzərinə düşür ki, bu da uzun müddətli hallarda həmin skelet zədələnməsinə gətirib çıxara bilir. Bu zaman əzələlər getdikcə zəifləyir, əzələlərdə süd turşusu toplanır, əzələlərdə iltihaplaşma, xroniki iltihaplaşma yaradır ki, uzun müddət telefonla məşğul olduqdan sonra boyun ağrıları yaranır. Boyun əzələlərinin gərginləşməsi isə öz növbəsində başın arxa səthinə yayılaraq baş ağrılarını provokasiya edir. Bu səbəbdən də telefonla məşğul olarkən ümumiyyətlə uzun müddətli məşğul olmaq lazım deyil. Məşğul olarkən başımızın düz tutması, boynumuzun düz tutması daha faydalı ola bilər.